Çin, Yaponiya, onlar ticarət üzərində qurulmuş iqtisadiyyatlarda, onların geostrateji riskləri var. Onlar Avropaya mal satmaq istəyirlər, onlar okeanlardan istifadə etmək istəyirlər və yoldan istifadə etmək istəyirlər. Bu sistem onları artıq qane etməməyə başladı, amma yenə də onlar bütün qaydalarla oynayırdılar. Onların Çinlərin 2050-ci il strategiyası var. Onlar 2050-ci ilə qədər əslində güclü ordu, güclü iqtisadiyyat qurmaq istəyirdilər ki, artıq söz deyə bilsinlər. Amerika bunu anladı Trump'ın birinci prezidentliyində. Artıq gördük ki, Huawei artıq texnoloji şirkət olaraq Amerikanı qabaqlayıbdı. Bütün Avropanın öz texnologiyalarına oturubdu, kommunikasiya texnologiya oturubdu və anladılar ki, bir 25 ildən sonra mütləqə böyük bir problem olacaq. Onları dayandırmaq qərarına gəldilər, amma Çin də paralelində bütün bu müddət ərzində öz yumşaq gücündən istifadə edir. O gedirdi inkişaf etmiş ölkələrə, Afrikaya, Orta Asiya ölkələrinə. O deyir ki, mən sizinlə biznes eləmək istəyirəm. Mənim sizin necə idarə edirsiniz ölkənizi, daxili siyasətiniz mənim maraqlı deyil. Amerika deyirdi ki, maraqlıdır.